Ana bala səhər zavtraqımız Aninka üçün pankeklər. Görün necə ləzzətli alınıb. Qabartma tozu vurmuşam. Şiş belə olub. Ona görə siz də vurun pankeklərə. Bir yumurtadır, bir banan, bir qabartma tozu, çay qaşığı, 2-3 xörək qaşığı un. Mən düyülü undan istifadə edirəm. Biraz yanıb düzdür. Yanıb yox, biraz korичневый olub. Əslində bu rəngdə olmalıdır. Hə, şaftalı, bir də pomidor yumurta. Özümə də onun pankeklərdən qoydum, bir də Nutella. Hə, bir də şipin çayını eləmişəm. Gedim onu yedizdirim. Salam, kanalıma xoş gəlmisiniz. Mənim adım Kamiladır və burada yalnız gündəlik vloqlar deyil, həm də ürəyimdə olan fikirləri sizinlə paylaşacağam. Sizinlə bərabər bir sorğu apardım. Ən çox reseptləri seçmisiniz, amma onsuz da qarışıq vloq olduğuna görə hər şeydən az-az olacaq. Bir də fikirləşdim ki, niyə mən sizinlə söhbət eləmirəm vloqların üzərindən. Yeni formatı mənim kanalımda bəyənsəz, maraqlı suallarınızı gözləyirəm. Mən isə onları gələn vloqlarda cavablandıracağam. Bugün sizinlə maraqlı bir söhbət aparacağam özüm haqqında, qulaq asın. Sizə qızlar, çayım da hazırdır. Yenə buxarımı yandırmışam. Buxar deyəndə ki, nəmləndiricidir otaq üçün. Dünən o gün sizə göstərmişdim. Çox qəşəng şeydir. Bunun içinə yağ da vurmaq olar. Qəşəng qoxu yayır otağa. Bunu əslində Alinə görə almışdım. Çoxdan bir il vardı artıq. Amma nəsə işlətmirdim. Yenidən qoşdum. Əsas da yay aylarında, qış aylarında əsasda istifadə edirdim, amma indi dedim ki, biraz fresh olsun otaq. Bu da çayım, bayaq qatdığımdır. Siz gördünüz nə qatmışam bura. İndi gedim bunu içeyim. Lərim də hazırdır. Burada makarondur qızlar və qiymə. Yəqin ki, qiyməni qatıqla verəcəm. Bir də pomidor, xiyar belə yüngülvari salat olacaq. Bugünlük belə menyudur bizdə. Keçək isə bizim maraqlı söhbətimizə. Öncədən sizdən bir xahişim var. Kanalıma abunə olmağı unutmayın, rəy yazmağı və like qoymağı. Bugün sizinlə mənim ən önəmli mövzudan danışmaq istəyirəm. Ailinin həyatıma gəldiyi anda necə tamamilə həyatım dəyişdi. Kim kanalıma yeni gəlibsə, mənim qızım var, adı Aylindir və hal-hazırda 1 yaş 5 aylıqdır. Ana oldum. İlk bu sözü özümə dedim və inanmadım. Bəlkə bilirsiniz, bəlkə yox. Mən keysəriyyə əməliyyatı olmuşam. Özüm seçmişəm. Bu mənim seçimim idi. Bilmirəm niyə öz-özümü elə qorxutdum ki, təbii doğuşa qarşı. Niyəsini soruşsaz deyəcəm. Çünki Alinə uziyə baxanda göbək ciyərsi dolanması var idi. Çox qorxmuşdum, amma həkim dedi narahat olma. Uşaq bir yerdə də yanmır. Hər gün fırlana bilər. Nəysə qızlar, bunu özümə risk elədim. Beynim fikirləşdi ki, özüm artıq doğa bilməyəcəm. Mamam bizdədir, deməli, blinçik hazır edib. Mən indi o toyuğu çıxartdım, mənə kömək edir burada, doğrayır toyuğu. İndi ondan farş hazır eləyəcəm və yenidən bu blinçiklər gedəcək buzluğa. Çünki hər şey bitib. Kısaca göstərim, dünən nə bağladım, mən buzluğa attım. Deməli, baxın, atmışam, burada ciyər var. Sonra belə burger üçün kotletkalar hazır elədim. Sonra bu toyuq filesidir. Ümumiyyətcə bu 2-3 pors arasıdır mən eləyirəm. Sonra burada toyuqlardır hazır. Bunu kartoşka ilə pişirmək üçün tez bazar. Sonra burada 2 ədəd filedir. Sezir salatı üçün. Sonra farşları da götürdüm, belə elədim. Paçka. Burada da farşdır. Burada daha çoxdur. Sonra bu da yine toyuqlardır. 4-5 ədəd olmalıdır. Və bunlar toyuq, ətlər. Ətlər də belə doğradım lazım olanda. 2-3 porsiya üçündür. Məncə yaxşıdır. Bu da ətdir. Belə pors yığmışam bura. Özüm də bilirəm hansı nə üçün nə istifadə edəcəm. Burada da çörək qurutmuşdum. Dedim özümə suxari eləyim. Çünki indi burada kotlet eləyəcəm. Dedim onları da bu suxari yapım. Sonra kotletlərimi də qoyum buzluğa. Amma Alinlə oynayır. Deməli özümə kofe düzəltdim. O gün second kapa girmişdik. Onlardan belə bir şey götürmüşdüm, stakançıq. Hələ də evdə özüm üçün kofe düzəldirəm. Deməli mamam orada Alinə baxana kimi tez bazar burada toyuq farşını hazırladım blenderla və soğan vurdum. Bilmirəm başqa nə vurum daha dadlı alınsın. Ya kərə yağı, ya pindir. İndi bunlardan görək, yarısını verəcəm mamama ki, farş eləsin blinçik üçün. Yarısını da mən kotlet düzəldəcəm. Kotletlərimiz hazırdır. Qoyun buzluğa bir donsunlar. Sonra qoyacağım pingvin paketlərə.
Pirinçləri çıxartdım. Burada toyuqdur. Blenderdan keçdim. Qəşən onu qızartdım. Və bunlar gedəcək birinçiklərə. İndi oturum hazır edeyim bir-bir. Artıq dolublar bir-bir. Burada da birinçiklərdir. Deyəcəm neçə ədəd alındı. Hələ biz bir dənəsini bayaq yedim, cırılmışdı. Və 2-3 dənəsini də yemişdim. 11 ədəd alınıb. İndi qoyum bir-bir donsunlar. Belə konvert kimi yığmışam. Belə daha gözəl görsənir məncə. Və donsun, qoyacağım onları da belə bir qaba, üzərini də örtəcəm. Arazdan da belə paketlər almışdım. Pingvin 95 qəpiyə. İndi üzərini bunlarla örtəcəm. Bir paçkanı almışdım, boşaltdım. Söhbətimizə davam harda qalmışdıq? Dedim ki, özüm doğa bilməyəcəm, çox qorxuram. Artıq isə doğuşu təyin eləməyə gedəndə soruşdum ki, hansını seçə bilərəm, hansı daha ağrısızdır, risksizdir. Çox vermişdim ona bu sualları həkimə. Qız bürcü olduğuma görə hər bir detalı soruşmuşdum və bu sualı verdim ona. O da dedi ki, seçim sənindir. Sizə deyim ki, qiymət fərqi elə də çox deyildi. İndi bəzi ağıllar yazacaq ki, təbii doğum yaxşıdır, niyə onu seçdiniz, niyə belə, niyə elə. Hər insan özünə görə bir seçim eləyir. Sizin üçün bu seçim yaxşıdırsa, o demək deyil ki, hər kəs üçün yaxşı olmalıdır. Əsas odur ki, uşaq sağlam da olsun. Fərqi yox idi mənim üçün. Keysəriyyə əməliyyatını təyin elədik və ondan sonra məndə geri sayım başladı. Normal yuxu ala bilmirdim, çox fikir edirdim. Gəldi çatdıq o momentə. Əməliyyat International Medical'da olub, 2 nömrəli Nərimanovda. Sizə deyim ki, həm gecə personalı, həm səhər çox yaxşı xidmət göstərmişdilər və heç bir pul ödəməmişdim. Qiymətlər düzdür, indi unutmuşam, yoldaşım ödəyirdi, heç birinə xəbərim yoxdur. Mənə demişdilər ətəf trakiyalar, yəni Instagramda paylaşmışdım doğum haqda. Bir çox insan oranı pisləmişdi. Amma mən sizə deyim, mən bəyəndim. Yeməklərində, özlərində otağımız düz uşaqların yanındaydı. Hər dəfə gelib maraqlanırdılar. Əməliyyatdan sonra soruşsaz çox ağrıyırdım. Belə bir şey deyəcəm. Bəli, ağrıyırdım. Vecimə də olmadı. Ağrı var idi deyə. Əlini görəndən sonra bütün ağrılarım yadımdan çıxdı. Əməliyyatdan sonra qızlar hələ də qolum ağrıyır. Hər kəsin sabahı xeyirli və uğurlu olsun. Ümidvaram ki, hər biriniz çox yaxşısınız. Səhərimizi Alinin zavtraqı ilə açırıq. Burada kindamil sıyığıdır, yumurtadır və alma dilimləmişəm onun üçün. İndi gedim onu yedizdirim kaşa ilə. Bunları isə özü əlləri ilə yeyəcək. Mən isə sizi mətbəxdən salamlayıram. Çünki burada mən fikirləşdim ki, soyuducumu təmizləmək vaxtıdır. Artıq təmizdir. Bununla bağlı bir shorts videosu gələcək. Necə təmizləyirəm soyuducumu? Çünki belə çox uzun çəkər. Və bunlar çıxartmışam produktları. Bu da mənim köməkçim. Video çəkir mənim üçün burada. Bu birisi də buranın dağıdır. Düşürdürəm onu kalyaskadan, yenə gedir qalxır ora. Ailəni ilk mənə gətirəndə inanmırdım ki, bu mənim uşağımdır. Hardasa 20 dəqiqə, indiyənə qədər yadımdadır ki, üzünə baxmışam. Hətta ilk dəfə idi ki, qucağıma hansısa indi olmuş uşaq tuturdum. Ürəyimdə deyirdim ki, görəsən düz tuturam, bir yabır olduq, ana olduq. Əməliyyat olanda şəkillərim var. Harda Alinə baxıram, amma inanırsınız ki, o yadımda deyil. Çox həssas biriyəm. Qan görsəm, iynə görsəm ürəyim gedir. Necə bu əməliyyata girdimsə mənə halaldır. Sizə deyim ki, orada da ürəyim getdi, narkoz verdilər, söndüm. Palatada ayılmışdım 2 xanım arasında. Çox mehriban idilər. Bu da mənim səhər yeməyim. Bugün elə də iştahlı oyanmamışam. Bir yumurtamın yarısını Alinə verdim, qalanı da mənə qaldı. Nəsə yeyim, elə də acı deyiləm, kofe içmişəm. Bunu yeyəcəm və keçim yeməyimi hazır edeyim ki, evdən rahat çıxa bilək və qayıda bilək ki, yeməyimiz artıq hazır olsun. Su üçün artıq hər şey hazırdır. Kartoşkadır, bibərdir, yaşıl, göy soğandır, qırmızı soğan, ondan istifadə edəcəm və kökü belə doğradım, belə xoşuma gəlir. Diri-diri belə xoşlamıram. Və toyuqlar, onları qızardacağım. Bundan soğus olacaq. Multivarkada sousumuz hazırlanır. Hər şey vurdu. Bayaq sizə göstərdiyim. İndi söndürək. Görək hansı menü ilə pişirəcəm. Yəqin ki, 1 saat pişsin. Qəşən toyuğumuz da pişsin və kartoşka. Bu plov olan, qızlar, ədviyyatı vurmuşum. Görün necə ləzzətli, dənə-dənəli plov alındı. Ən sevdiyimdir bu arada. Gəldik evə, qızlar. Belaruskiyə girmişdik. Deməli, belə maraqlı çay götürdüm. 3 manat 30 qəpiyə. Qara çaydır, bergamotla və limonla. Sonra belə bir smes götürmüşəm. Birinci eləmək üçün aladik. Aladak. Türkçəsində aladiki, neysə. İstifadə edəndə sizlərlə bölüşəcəm necə elədim və görək necə alınır. Bu yoldaşım alıb özünə. Balıqdır.
Nəsə belə bir ədviyyatlar. Sonra mənim ədviyyatlar, orada belə maraqlı ədviyyatlar tapmışam. 80, 90 qəpik arası idi. Acıqa, sonra paprika, oregano, bazilik, bunlar 60 qəpik idi. Belə bir sos götürdüm salatlar üçün. Sonra belə kalbaskilər, snack 3 manat 70 qəpik. Bu düzdür svininadandır. Yəni orada bəzi kalbasalar halal olmaya bilər. Nəsə yoldaşım sevir belə şeyləri, ona görə götürdük. Bu janina götürdük. Grudinka hissə verilmiş. Bunu götürmüşəm, molako. Böyle maraqlı şeylədir, kuşonu. Öyle bir krem kimidir, rahat. Sonra belə priprava götürdüm, kartoşka üçün, beləsi, toyuq üçün. Bu da markov bakariyski. Bir dənə də kalbasa, servelat 6,80. Neyse 33 manat 32 qəpik. Xiaomi robot palisos da iş görür. Görürsünüz burada quru təmizlik eləyir və nəm təmizlik. Bir şey də şokdadır. Bu arada biz onu 331 manata idi, səhv eləmirəmsə, Unikada, Kantakom'da endirimlər var idi. Mən çox razıyam. Baxın, mən uzanmışam, düzdür bəzi şeyləri qaldırmışam ki, dəyməsin. Bilmirəm, pişiyə reaksiya verəcək ya yox. Çünki istəmirəm onu hər dəfə bağlı qoyum. Mən indi moşni rejim qoymuşam, turbo rejim, sakitçilik rejimi də var. Bunları tam store'dan almışam. Bunların düz dadına baxmamışam. Nəsə təzə bir şey oxşuyur. Mənə də maraqlı gəldi. Bunlar isə endirimdəydilər. Ən sevdiyim növü popkekim bu. Kakosludur. Bir də bananlı olan çox dadlıdır. Minilərdir belə çayla içməyə. Şimdi özümə çay süzdüm. Gedim bir dənə çay içim. Bunu da açıb göstərəcəm sizə necə görsənir. 50 neçəsi qəpik idi. Görünüşü də belədir qızlar. Ponçika oxşuyur. Bu da tökülür. Bundan nəsə pis tutuşur, hamısı tökülür. Düzdür, indi o xanımlarla əlaqəm yoxdur, amma ümidvaram onlar da yaxşıdırlar. Bir-birimizə orada motivasiya verirdik. Uzun sözün qısası, 2 gün palatada qaldım, özümə gəldim və bizi buraxdılar. Deyə və heç bir xəbərim yox idi. Necə baxırlar, nə edirlər, başladıq yoldaşımla araşdırmağa. Üçün yeni belə formalarda mişki barni hazır elədim. Qızlar, resepti ekran üzərində görəcəksiniz və göndəririk onları sobaya. Deməli qızlar, bu da Ali'nin yuxudan oyananda yediyi yemək olacaq. Burada mişkalardır. Reseptini paylaşacağım. Banan koydum, biraz da aguşa. Ali'nin bugünkü yemeği püredir burada. Kartoşka, toyuq, kök. Bir də düyü koydum biraz ona və pomidor, xiyar. Gedim onu yedizdireyim. Özüm də elə plov yiyəcəm. Toyuqla. 1-2 gün çox çətinlik çəkmişəm. Ayağıma dura bilmirdim. Ayaqlarım dəhşət şişmişdi. Su yığılmışdı. Nəysə başıma dayı gəlməyən qalmamışdı. Şükür indi o vaxtlara baxanda şükür edirəm ancaq. Yaxşı ki onda yoldaşım məzuniyyətə çıxmışdı. Ata məzuniyyəti olmuşdu onda və işdən hardasa bir həftə buraxdılar onu. Bir həftə işə getməmişdi. Birinci məndə soğan qızaracaq. Sonra ət. Məncə bu qədər bəs. 2 nəfər deyirəm, çox böyləmək istəmirəm. Burada da qızlar ailen üçün sup hazır edirəm. Ətləri qoymuşam bişsin. İndi venkasını alacağım. Bugün ətli sup hazır edəcəm. 2 saat məndə ət burada bişəcək. Bu boyda öyle ət atmışam ora. Ayrı pişirirəm. Çünki supla bir yerdə pişirəndə karşı olur. Elə gəldiyi çatdıq indiki günlərə. Hər şeyi indiyənə qədər araşdırıram. Yeməyi olsun, geyimi olsun ailenin. Həkim ilə söhbətlər, çoxlu araşdırmalar. Arada səhv nəsə edə bilərəm. Yəni qınamayın. Biz hər birimiz insanıq. Doğuşdan biz heç nəyi bacarmamışıq. Hər birimizə kimsə nəsə öyrədib. Bilmirəm qızlar, əziz dostlar, maraqlı idisə bu mövzuya yox. Dedim danışım. Həyatımdan bir qısa mövzuydu. İstədim siz də biləsiniz. Bu arada Özbək plovun resepti siz aşağıda reylərdə sizin üçün yazacağım. Oradan tapa bilərsiniz onları rahatlıqca. Dedim biləsiniz, sizin üçün də rahat olsun.
olsun. Hansı mövzular haqqında danışmaq istəyirsinizsə, mənə burada rəylərdə yazın. Siz də öz fikirlərinizi bölüşün. Mən sizin bütün rəylərinizi oxuyuram maraqla. Hələ inanırsınız, danışılacaq çox şey var. Mən danışsam bitməz, burada sıxışmaz. Ahalinin həyatımıza gəlməsi ilə mən də sanki ikinci dəfə doğuldum. Artıq əvvəlki mən deyiləm. Sadəcə yeni bir insanım deyə bilərəm. Çox dəyişmişəm. Yəni daha səbirli, daha sakit, bəzən çox yorğun, amma güclü olmağa çalışıram. Amma xoşbəxtəm sizə deyim. Yəni Allaha şükür edirəm ki, hər şey yaxşıdır və mən asta-asta hər şeyi bacarıram. Yəni öyrənirəm, yenidir nədirsə, ailəmlə bir yerdə öyrənirik, qab yuyuruq birlikdə, ev təmizləyirik, yemək bişiririk. Sizə deyim ki, bu çox maraqlıdır. Bəziləri məncə vloquma baxır, fikirləşir ki, nə yaxşı, uşağı var, hər şey var. Bunlara gəlmək üçün mən çox sınaqdan keçmişəm. Elə asan deyil. Qıraqdan necə görünürsə, məsəl üçün fikirləşirsiniz ki, uşağı var, belədir, elədir, yoldaşı var, evi var. Məsələn deyirəm, yəni belə sözlər heç kim demir. Məncə qıraqdan belə görsənir. Amma bilmirlər ki, insan nələrdən keçir bunları əldə etmək üçün. Hər kəsdə fərqlidir bu mövzu. Körpə böyütmək asandır, ana olmaq asandır, amma heç kim səni gecə saatlarında özünü tək və yorğun hiss etdiyin anlarda hazırlamır. Heç kim demir ki, bəzən özünü unudacaqsan, amma onun bir ana deməyi bütün çətinlikləri yox edir. Qablarımız da yuduk qızlar. Pauza eləyəlim üçün su qoşdum burada. Söndürüm. Və burada qab qurudacam. Heç nə, bir dənə bu daska qaldı. Anin də çalışır qab yumağa. Nə qızım? Bəzən məndən soruşurlar, bəs necə çatdırırsan, necə yorulmursan? Amma kim demişdi ki, mən yorulmuram? Yoruluram, həm də çox. Sadəcə öyrəşmişəm artıq özümə qulaq asmağı. 5 dəqiqəli özümə fasilə yaradıram. Çay içirəm, sevdiyim, istədiyim şeyləri, işləri görürəm. Məsəl üçün, arada bir Rus melodramalarına baxmağı xoşlayıram. Bir dənə veriliş qoyuram, oturub ona hardasa bir ailen yatanda 1 saat yarım baxa bilərəm. Sadəcə dincəlirəm. Ona görə bu dincəlmək mənə yaxşı gəlir. Özümü daha da güclü və yaxşı hiss edirəm. Nəysə qızlarım, çox danışdım. Mən danışanda bir söz deyirəm, 5 deyirəm, dayanmır. Hər birimizin məncə belə bir özəl, gözəl, öz danışılacaq hekayələrimiz var. Birini də bugün sizinlə bölüşdüm. Ümidvaram bəyəndiniz. Dadlı özbək plovumuz da hazırdır. Biz indi keçirik onu yeməyə. Bu da Ali'nin supçuku. Belə ətli, tərəvəzli, dadlı. İndi qoy oyansın. İndi yatsın. Yatstıracağım onu. Bizim də aşımız hazırdır. Həm Alinkaya da verəcəm onlardan. Baxın necə ləzzətli görsənir və çox gözəl qoxusu gəlir. Günün yeməkləri bunlardır. Ümidvaram ki, qızlar bu mövzuları bəyəndiniz. Belə vloqların daha tez və çox çıxmağını istəyirsinizsə, mənə yazın, mən də bilim. Çox sağ olun ki, bu videonu axıra kimi izləmisiniz. Like qoymağı və abunə olmağı unutmuruq. Sizləri çox sevirəm və gələn vloqlarda görüşənədək hələlik.